Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Kardeşler, bir şey hatırladım sizə. Əhl-i Sünnə və Cəmaatın minhəcinin xüsusiyyətlərindən biri də odur ki, Əhl-i Sünnə və Cəmaatın minhəci birləşdirir, cəmaat eləyir, parçalamır. Ona görə də Əhl-i Sünnə vəl Cəmaa adlanıb. Niyə görə Əhl-i Sünnə və Cəmaa adlanıb? Çünki sünnə əhlidirlər. Quran və sünniyə tabi olurlar. Həm əqidələrində, həm müamilələrində, həm əxlaqlarında, həm əməllərində. Və sünnədə insanları neynir? İnsanları birləşdirir, cəmaat edir. Və buna görə də Əhl-i Sünnə və Cəmaa adlanırlar. Nə üçün? Çünki sünnə birləşdirir. Bunun tam əksi olaraq isə Əhl-i Bid'ə vəl-Furqa adlanır. Bidət və parçalanma əhli. Niyə görə bidət və parçalanma əhli adlanır? Çünki bidətin xüsusiyyətlərindəndir ki, bidət həmişə parçalayır. Bidət parçaladığına görə bidət əhli və furqa əhli adlanır. İndi siz fikir verin. Dəvət başlayandan Əhl-i Sünnə hamısı cəmaat idi. Bir yerdə idi. Cəm idi. Qardaş idi. Bir-birinə can deyib can eşidirdi. Elə ki, bidət, təkfir fikri gəldi, cəmaatı neynədi? Cəmaatı parçaladı. Birləşdirmədi. Bu nəyə dəlil oldu? Bu dəlildir ki, o təkfir fikri bidətdir. Nə üçün? Çünki birləşdirmədi axı. Sünnənin xüsusiyyətlərindən biri nədir? Birləşdirmək, cəmaat eləmək. Bir şey parçalayırsa, o sünnə ola bilərmi? Xeyr, nədir o? Bidətdir. İndi bax, bu məsələyə baxın. Biz dəvət başlayandan eyni minhəcliyik. Eyni etiqaddıyıq, eyni əqidədiyik. Və qamət getdi, oturdu, taziklərlə dəyişdi. Biz dəyişmədik ya. Buna biz tələbələr bu barədə lənətləşə də bilərik ki, dəyişən biz olmadıq. Dəyişən qamət oldu. Gedib taziklərlə oturub durandan sonra dəyişdi. Taziklər özləri də dedilər ki, qamət bura gələndə 2002-ci fikirlərində idi, biz onu format elədik. Qamət dəyişəndən sonra gətirdiyi təzə minhəc cəmaatı birləşdirdi mi, yoxsa parçaladı mı? Əlbəttə ki, göz önündədir ki, qamət dəyişəndən sonra onun gətirdiyi təzə minhəc cəmaatı neynədi? Cəmaatı paramparça elədi. Heç təkfirçilərin parçalamadığı kimi cəmaatı parçaladı. Yəni, təkfirçi minhəcindən də çox cəmaatı neynədi? Parçaladı. Bu da nəyə dəlalət edir? Bu da dəlalət edir ki, qamətin gətirdiyi təzə minhəc sünnə ola bilməz. Qamətin gətirdiyi təzə həddazi minhəci bidətdən başqa heç bir şey deyil. Ona görə də qardaşlar, o minhəcdən və o minhəc əhlindən, o minhəci gətirənlərdən uzaq durun. Selamun Aleyküm və Rahmetullahi və Berekatuhu.